Hər kəsə salam. Yəni, bir anlığa təsəvvür edin, hansısa otel otağındasınız. Hər şey səliqəlidir, əşyalar öz yerindədir. Bizə elə gəlir ki, bu otağın hekayəsi elə biz qapıdan içəri girəndə başlayır. Hə, adətən belə düşünürük. Düzdür. Amma bugün təhlil edəcəyimiz mənbə, yəni sadəcə tək bir cümlə əslində bu illüziyanı tamamilə pozur. Çox maraqlı bir cümlədir o. Hə, cümlə belədir ki, Trumpın qaldığı oteldə 45 il əvvəl görün kimi atəş açılıbmış. Vəssalam. Bu qədər. Nə ad var, nə də hər hansı başqa bir detal. Yaxşı, gəlin bunu aydınlaşdıraq. Niyə görə bu qədər qısa, yəni natamam bir məlumat qırıntısı bizim diqqətimizi dərhal belə girov götürür? Əslində, bilirsiniz, məsələ təkcə müasir siyasi fiqurlardan birinin, yəni burada Trumpın adının çəkilməsində deyil, burada işə düşən əsas mexanizm bizə kimə atəş açıldığının deyilməməsidir. Aha. Yəni, informasiyanın bilərəkdən gizlədilməsi beynimizdə, belə deyək, maraq boşluğu adlanan bir vəziyyət yaradır. Natamam məlumat bizdə kognitiv dissonans əmələ gətirir. Maraq boşluğu. Yəni, biz istər-istəməz... Bəli, biz instinktiv olaraq o boşluğu doldurmağa məcbur hiss edirik özümüzü. Yəni, sualın cavabını tapmalıyıq. Bir dəqiqə, yəni, Diyan, gəl bunu biraz da deşifrə edək. Düzünü desəm, bu mənə sadəcə olaraq ucuz media manipulyasiyası kimi gəlir. Yəni, bizi xəbərə klikləməyə məcbur edən adi bir clickbait fəndidir də bu. Aydındır, nə demək istəyirsiniz? Yəni, biz həqiqətən tarixi maraqdan irəli gələrək bunu araşdırmaq istəyirik, yoxsa sadəcə asanlıqla manipulyasiya olunuruq? Niyə buna bu qədər dərin psixoloji məna yükləyir yaxı? Yox, bunun bir manipulyasiya fəndi olması onun psixoloji olaraq arxa planda necə işlədiyini inkar etmir əslində. Beynimiz natamam mənzərəni sevmir. Bunu 100 detalı olan, amma düz ortasında tək bir parçası çatışmayan bir puzzle kimi düşünün. Hə, o çatışmayan parça həmişə adamın gözünə batır. Tamamilə düzdür. Gözünüz o 99 tamamlanmış detala yox, məhz o tək çatışmayan boşluğa zillənəcək və bu sizə daxili bir narahatlıq verəcək. Düzdür. Bu cümlədə beynimizə o çatışmayan puzzle parçasını verir. Biz o adı öyrənməyincə hekayəni beynimizdə yekunlaşdıra bilmirik. Hə, bu doğrudan da məntiqlidir. Biz o çatışmayan parçanı tapana qədər rahatlıq tapmırıq. Bəs o zaman bu tənlikdə məkanın rolu nədir? Məkan çox vacibdir burada. Yəni, eyni silahlı hadisə 45 il əvvəl başqadır şəhərdə, lap fərqli bir binada da ola bilərdi də, düzdür. Amma məhz Trumpın qaldığı otel ifadəsi diqqəti çəkir. Fərqli 10 illiklərin eyni divarlar arasında kəsişməsi niyə bizi belə maqnit kimi özünə cəlb edir? Çünki insan beyni təsadüfləri qəbul etməkdə çətinlik çəkir. Biz xaosun, məlumat bolluğunun içində dayanmadan qanunauyğunluqlar axtarmağa proqramlaşmışıq. Psixologiyada bu meyil apofeniya adlanır. Apofeniya. Bu nə deməkdir tam olaraq? Yəni, bir-biri ilə birbaşa əlaqəsi olmayan hadisələr arasında məna görmək cəhdi. Siyasi qütblərdən asılı olmayaraq intensiv müzakirə obyektinə çevrilmiş bir şəxslə 45 il əvvəlki başqa bir dramatik hadisə eyni fiziki məkanda, eyni koordinatlarda kəsişəndə beynimiz dərhal siqnal verir. Hə, yəni deyir ki, burada nəsə var. Bəli, beynimiz deyir ki, burada görünməz bir əlaqə, tarixin bir təkrarı var. Bu, əslində dünyaya bir növ nizam gətirmək cəhdidir. Baxın, əsl maraqlı olan da elə budur. Yəni, beynimiz hər şeydə bir ssenari axtarır. Bu mənə o hissi xatırladır ki, məsələn, illərdir yaşadığın adi bir müasir mənzilin arxiv sənədlərini tapırsan və öyrənirsən ki, 100 il əvvəl bura gizli bir fəaliyyət mərkəzi və ya, nə bilim, teleqraf stansiyası olub. Çox gözəl nümunədir. Yəni, məkan fiziki olaraq 1 santimetr belə dəyişmir, amma sənin o məkana baxış bucağın anında başqalaşır. Divarlar artıq sadəcə beton deyil, hansısa dövrün ab-havasını daşıyan səssiz şahidlərə çevrilir. Tamamilə eyni mexanizmdir. Xəbər başlıqları da məhz bizim bu xüsusiyyətimizdən ustalıqla istifadə edir. Onlar keçmişlə bugünü, fərqli dövrlərin kəskin anlarını eyni məkanda birləşdirəndə biz başa düşürük ki, fiziki məkanlar əslində zamanın lövbəridir. Zamanın lövbəri. Gözəl ifadədir. Yəni bu detallar sübut edir ki, biz tarixi sadəcə kitablardan oxumuruq, biz həm də o tarixin səhnələşdirildiyi yerlərdə yaşayırıq, eyni məkanda, amma fərqli zamanlarda.
Beləliklə, gəlin bütün bunları bir araya gətirək. Bizim əlimizdəki o bir cümlə, yəni Trumpın olduğu oteldə 45 il əvvəl kiməsə atəş açılıb cümləsi, əslində sadəcə quru bir fakt deyil. Bu həm informasiya boşluğu yaradaraq diqqətimizi girov götürən bir puzzle'dır, həm də beynimizin təsadüfləri rədd edib, hadisələr arasında necə məntiqi bağlar qurduğunun əyani sübutudur. Düzdür, çox dəqiq ümumiləşdirmə oldu. Bəs bütün bunlar şəxsən sizin üçün nə ifadə edir? Yəni, bizi dinləyənlər üçün. Fikir verin, bəzən ən qısa və natamam xəbərlər belə daxilimizdəki ən böyük psixoloji mexanizmləri işə salır. Və bu da bizi kəşf edilməyi gözləyən başqa bir sualla baş-başa buraxır. Görəsən, sizin hər gün yanından tələsik keçdiyiniz, tamamilə adi və sıxıcı hesab etdiyiniz o binaların divarları arxasında 10 illiklər əvvəl hansı kəskin və ya dramatik tarixi hadisələr baş verib? Bəlkə də hər gün addımladığınız o küçələr, sandığınızdan çox daha böyük bir senarinin səssiz səhnəsidir. Mütləq bu barədə düşünün. Ümid edirik bu dərin təhlilimiz sizin üçün də maraqlı oldu. Növbəti görüşlərə dək.